Payız. Payız ilin gözəl çağıdır. Payız fəsli 3 aydan ibarətdir. Sentyabr, oktyabr, noyabr. Payız fəslində təbiətin rəngi dəyişir. Gündüzlər qısalır, gecələr uzanır. Havalar soyuyur. Səma buludlarla dolur. Yağış yağır. Ağacların yarpaqları qızılı rəngə boyanır. Yarpaqlar tökülür. Ağacların yarpaqları narıncı, qəhvəyi, sarı rənglərdə olur. Havalar soyuduqca köçəli quşlar isti ölkələrə uçub gedir. Payız fəslində çoxlu meyvələr və tərəvəzlər yetişir. Məhsul yığımı başlayır. Payızda alma, armud, heyva, nar, balqabaq, yer kökü yetişir. Heyvanlar soyuq havalar üçün yemək və sığınacaq axtarır. Payızda təbiət tamamilə dəyişir. Əziz dostlar, kanalımıza abunə olun, videoları bəyənin və paylaşın.